Bugün mənim danışacağım şey, bir əldə necə 2 qarpız saxlamaq olar. Qısasını belə deyəcəm, çünki mən uşaq vaxtı bu kəlməni çox eşidirdim. Bir əldə çox qarpız tutma Turanə, hamısını dağıdacaqsan, heç nə əldə eləməyəcəksən. O qədər deyirdilər, yayda mən artıq qarpız yeyə bilmirdim, çünki çox qarpız deyirdilər mənə. Məndə necə olmuşdu? Mən 5 yaşımda məktəbə getməyə başladım. Həmişə çəkirdim, plastildən heykəllər düzəldirdim və s. 7-8 yaşıma çatanda televizorda bir skripka çalan bir yapon qız gördüm, belə qayanın üstünə qəşəng ifa elirdi. Baxdım, dedim ki, ana, mən skripkaya getmək istəyirəm. Dedi, yaxşı və məni apardılar musiqi məktəbinə yazdırmağa, yanımızdakı 3 saylı musiqi məktəbinə. Suluğumu yoxladılar, necəyəm və s. və çox bəyəndilər, məni musiqi məktəbinə qəbul elədilər. Mən başladım skripka, paralel olaraq pianino və xor, solfeja məlum məsələdir. Bundan gedə-gedə musiqi məktəbində mən də həmişə axtarışlı olurdum. Hələ də mənə vaxtım belə deyə bol gəlirdi ki, yox, mən ancaq skripkaya gedirəm, mənim vaxtım çoxdur, enerjim çoxdur. Başladım, musiqi məktəbinə gedib görürdüm ki, bir otaqdan belə qəşəng uşaqlar çıxır, əllərində qəşəng tablolar, bunlar qəşəng deyil, amma yenə də qəşəng tablolarla çıxırdılar. Mən də otağa maraqla getdim, baxdım, gördüm ki, orada şəkil çəkirlər uşaqlar. Evə gəldim ki, ana, mən rəssamlığa getmək istəyirəm. Okey, mən evdə işlərimi, əl işlərimi topladım, apardılar məni. Həmin məktəbdə yazdırdılar, mənim səsim titrəyir, exo gəldi. Apardılar, yazdırdılar məni rəssamlığa və mən paralel olaraq skripka, pianino, xor, rəssamlıq, heykəltaraşlıq getdim və bu da mənə bəs eləmədi. Mən rəqsə istədim və mənə apardılar rəqsə yazdırmağa. 7 yaşımdan etibarən mən harca 9-cu sinifə qədər bütün bunları paralel olaraq mən yaşadım. Skripka, rəssamlıq, heykəltaraşlıq, pianino, rəqs, konsertlər. Çiynimdə həmişə, mənim skripkam buradadır. Bunu mən həmişə daşıyırdım özümdən harasa. Bu palitram. Həmişə şansınız var ki, bu xarabıda mən ifa eləyə bilməyəcəm bugün sizə. Və mən çiynimdə bu skripka ilə gedirdim dərsə, oradan çıxırdım skripka dərslərinə gedirdim, oradan çıxırdım, gedirdim rəssamlığa, oradan da rəqsə və nə vaxt qohumlarımız bizə gəlirdi, mən evdə tapmırdılar. Deyirlər, Turanə ya konsertdədir, ya dərsdədir. Deyirlər, bu uşaq öləcək. Anamın üstünə düşməyə başladılar ki, uşağı bu qədər yükləmək olmaz, uşaq öləcək. Çünki arıq idim, yemək yemirdim, ancaq ora-bura qaçırdım, evdə tapılmırdım. Amma anam həmişə bir dənə söz deyirdi və mən onu böyüyəndən sonra düzü başa düşdüm, yəni indiki yaşımda başa düşdüm ki, uşağın enerjisi çoxdur və onu düzgün sərf eləmək lazımdır. Böyüyən vaxtı bunu eləyə bilməyəcək. Bütün bunlara nə enerjisi, nə də vaxtı olacaq. Ona görə indi getsin, gələcəkdə peşman olmayacaq. Doğrudan da elə oldu. Mən bütün bunlara sərf elədiyim vaxt boşuna getmədi. Yorulurdum, ağlayırdım, elə olurdu, hamısını atmaq istəyirdim. Skripkanın orada misimi var, çox nəzik idi. Onu həmişə yuxarı keçəndə barmağımı kəsirdim. Oturdum, alım ki, istəmirəm skripkaya, mən çıxacam buradan. Amma vaxt keçdikcə görürəm, məsələn, mənim indi yaşıdlarım var, 21, mənim 21 yaşım var. Yaşıdlarım var, məsələn, pianino getmək istəyirlər, və ya da skripkaya, və ya da rəssamlıqla məşğul olmaq istəyirlər. Amma onların vaxtı yoxdur, çünki ya oxuyurlar, ya işləyirlər. Amma mən bütün bunlarla məşğul olmuşam və mənim işimdə belə bir his qalmayıb ki, mən aman Allah, mən bununla məşğul olmaq istəyirəm, vaxt çatdırmıram. Düzdür, mən 5 ildə artıq bütün bu sahələrlə məşğul olmuram, çünki iş, dərs məndə də çox dinamikdir. Və uşaq vaxtından həmişə mənə dedilər ki, əlindəki qarpızlar yerə düşəcək. Təbii ki, belə olmadı. Mən hamısını tamamladım və diplomlarımı əldə elədim çox əla qiymətlərlə. Gəldim, çatdım, normal tələbələr kimi bizdə 9-cu sinifə çatanda artıq seçim eləmək lazımdır ki, sən hansı ixtisas üzrə gedəcəksən. Mənim qarşımda 3 dənə universitet var idi. Müəllimlərim belə məsləhət görürdülər. Mədəniyyət və İncəsənət Universiteti, hansı universitet idi? Rəssamlıq Akademiyası və Musiqi Akademiyası. Mən bütün bu üçünü yox, 4-cünü seçdim. Çox inad elədim ki, mən həkim olacağam. 9-cu sinifdən başladım, kimya, biologiya təməli liseyə məni yazdırdılar ki, orada 8-9 saat kimya, biologiya dərsləri keçilir və oradan rahat tibb universitetinə qəbul olmaq olur. Orada getdim, belə çox əlaçı, sakit tələbə olmuşum, maraqlı məktəb illərim olmayıb ki, oradan sizə maraqlı bir şey danışım. Getdim, 1-ci il qəbul olmadım, 2-ci ildə qəbul olmadım, 3-cü ildə qəbul olmadım, 500-dən yüksək bal toplasam da istədiyim ixtisasa qəbul ola bilmirdim. Mən inad edirdim, yox, mən həkim olacağam, mən həkim olacağam. Axırda müəllimim çox məni şantaj elədi, deyir ki, sən haqqımı halal eləməyəcəm, getməsən Bakı dövlətə. Mən qəbul oldum Bakı Dövlət Universitetinin biologiya fakültəsinə, hansı ki, 1-ci ildən də ora qəbul olurdum, amma getməmişdim. Gəldim, yenə də içimdə bir şeylər, çünki mənim içimdə düşünürəm ki, uşaq vaxtı mənim o qazandığım bütün bu skripka, rəssamlıq və s. bütün bunlar mənə içimdə rəngli bir dünya var idi ki, onlar çıxmaq istəyirdim, mütləq onları çıxartmaq istəyirdim.
Universitetin birinci kursu təbii ki, ağlamışdım ki, mən bura getmək istəmirəm, ümumiyyətlə maraqsız idi mənə. Elə oldu ki, mənə bir productiondan təklif gəldi və mən aparıcı kimi orada fəaliyyət göstərdim. Magi verilişində aparıcı kimi fəaliyyətə başladım. Valideynlərimin mənə heç vaxt belə yüklənməsi olmayıb, çünki həmişə azad seçimlərimlə özümü yükləmişəm. Qarpızları özüm əlimə götürmüşəm və nələrsə eləməyə çalışmışam. Bəzən bəlkə də elə anlar olub ki, düşmüşəm, kaş mənə yüklənərdilər, biraz düzgün seçim eləyərdim, başqa seçimlər eləyərdim. Amma təbii ki də peşman deyiləm, çünki bütün bunları uşaq vaxtı yaşamaq və rəngli, rəng-rəngli bir uşaqlığı yadımda saxlamaq mənim üçün çox böyük bir, deyərdim ki, özüm üçün uğur idi. Gəldim, sonra televiziya layihəsindən sonra mən hal-hazırda radio layihəsində çalışıram. Orada da həmçinin. Bunlar olmasa da əlavə bizim öyrəndiklərimiz, baxdığımız filmlər mənə çox kömək olur ki, nələrsə eləyim. Və həmişə də əminəm ki, indi necə mənə deyirlər ki, necə çatdırırsan, 2 işləyirsən, 7 gün işləyirsən, əlavə nə bilim, evdə özüm üçün belə cızma qaralar eləyirəm öz istəyimə görə. Necə çatdırırsan, mən həmişə deyim ki, nə bilim, çatdırıram da, özüm də bilmirəm çünki necə çatdırıram. Bəlkə də bu uşaqlıqda mənim yüklənmələr mənə alışdırmışdı ki, bütün bu yüklənmələrə mən alışım. Bütün bu yüklənmələri təzədən yaşaya bilim bu indiki vaxtımda və biləm ki, ömrü boyu da mən 50-60 yaşıma o qədər yaşasam, çatanda da yenə bu yüklənmələr mənim üstümdə olacaq və mən bunlardan yorulmayacağam. Son olaraq nəyə gətirmək istəyirəm? Qərib Cinlər Diyarında filmində var, son səhnədə Reqdar Şah var, bir də Akşar Şah var. Müxtəlif diyarlardan idi. Onlar qəribi götürmək istəyirlər və 3 sualla gəlmişlər ki, bunu tapmasız biz qəribi götürəcəyik. Orada ikinci tapşırığı da var idi ki, qarpızı gətir ki, bunu biz sizin bostanınızdan uğurlamışıq və bundan bizə 1000 qarpız yetişdirib gətirin. Və qərib onun qarpızı sındırır ki, gələn il sənin şahın gəlib bunun toxumlarından yetişən 1000 qarpızı götürər. Doğrudan da əlinizdə hər hansı bir qarpızı götürməkdən qorxmayın. Ən azından o yerə düşəndə oradan yetişən yeni qarpızlarla öz yolunuza davam edə bilərsiniz. Təşəkkür edirəm.